Bu gün dünya şöhrətli müğənni, xalq artisti Müslüm Maqamayevin doğum günüdür. Əlamətdar gün münasibəti ilə Fəxri Xiyabanda sənətkarın anım mərasimi keçirilir. Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edərək Müslüm Maqamayevin məzarını ziyarət edəcəklər. Bugün dahi müğənni, hamımızın fəxri olan Müslüm Maqamayevin ad günüdür. Neçə illərdir o artıq həyatını dəyişib, amma biz həmişə musiqi xadimləri, ümumiyyətlə incəsənət xadimləri özümüzə borc bilirik ki, bu günü gəlib onu yad eləyək. Deyir ki, yaradıcılığının sehrini indiyəcən aça bilmirəm mən ki, nəyə görə bu belə cazibəlidir və nəyə görə illər keçir, amma Müslüm Maqamayeva olan sevgi azalmır. Dünya şöhrətli xalq artistinin ömür gün yoldaşı Tamara Sinyavskaya Müslüm Maqamayevlə bağlı xatirələrini dilə gətirdi. Bildirdi ki, onların sevgi hekayəsi ilə bağlı müxtəlif fikirlər səslənib. Mən özüm deyim ki, bizim sevgimizlə bağlı müxtəlif səpkidə mahnıları Müslüm Maqamayev ifa edib. Əlbəttə ki, bizim həyatımızda sevgimizə xüsusi rolu olan mahnı da olub. Mənim üçün o həmişə gənc olaraq qalır və yaşayır. Mən onu hiss edirəm. Bugün də bura gələndə onu axtardım. Burada olduğunu da hiss elədim. O həmişə mənim yanımdadır.